Bəli, oyunun start fitini hakim verdi. Olimpik Sabirabad Futbol Klubu mərkəzdən topu oyuna daxil etdi. İndi hələ ki qısa paslarla rəqibində boşluq tapmağa çalışır meydan sahibləri. Elmir Xəlilov topu ələ keçirdi. Hakim davam işarəsini verir. Mərkəzdə bu topla davranış yaxşı davranış deyil. Futbolçu davranış deyil və Miftəliyev topa yaxınlaşmaq istədi. Qapıya yaxın məsafədə futbolçuya qarşı kobudluq olundu. Miftəliyevə qarşı. Gökhan Kartal topun arxasında uzaqdan məsafələri ilə seçilən futbolçudur. Sağ ayağı ilə qapıya doğru zərbə, barajdan qayıdır top. Gökhandadır yenidən. Gökhan, komandamızın kapitanı Gökhan ötürməsini İsmail ələ keçirmək istədi. Gökhan ayaq qoydu. Gökhan yenidən cinahı görür. Elmir topu ələ keçirə bilmədi. Out. Nəsimi kənd azadkeşləri, sakinləri də futbol izləməyə gəlib. Təxminən 60-70 yaxın azadkeş var. Qapının arxasında da yetərincə azadkeşlər var. Oyun davam edir. Hələ ki 0 Olimpik Sabirabad və Aksu City 0. Mərkəzə doğru uzun ötürmə. Olimpik Sabirabadın futbolçusu topu saxlamaq istədi. Elmir Xəlilov ələ keçirir. İsmail'ın ötürməsi Elmirə. Elmir sürət hesabına keçməyə çalışır. Namik Salayev özü irələməyə çalışdı. Faris Fərəcov topu ələ keçirdi. Gözəl ötürmə. Murad Miftəliyevdən Namik Salayevə. İsmail. Ne inəcək? İsmail mərkəzə doğru çəkildi. Qapıya doğru zərbə ola bilər. Müdafiəçidən qayıdan top. İsmail'da yenidən ram eləməyə çalışır. Qapıya doğru zərbə vurmalıydı. Elmir yaxınlaşmaydı. Klubun 18 nömrəli futbolçusu topu uzaqlaşdırmağa çalışdı və başardı. Out. Asma, qapçı topu ələ keçirməyə çalışır. Şirin Məmmədli başla oynadı və müdafiədə çaşqınlıq yaranmışdı az qala. Gənc futbolçu Olimpik Sabirabadın 49 nömrəli futbolçu topu uzaqlaşdırma bilmədi. Tamerlan ələ keçirir. Gökhan çevrildi. Gökhan mərkəzdə Namik baxır, boşluq arayır. Namik ötürməsi İsmail topa çatacaqmı? İsmail 8 nömrəli futbolçu topu uzaqlaşdırmağa çalışdı. Namik yenidən gəldi və out. Bu səfər əl dəyişir top. Olimpik Sabirabad komandası out'u yerinə yetirir. Sərbəst zərbənin işarəsini verir hakim. Gökhan Kartal'ın mərkəzə doğru ötürməsi. Kim başla vuracaq? Sərt. Tərs toxunuş və küncdən zərbə. Gökhan Kartal topu irəlilədi və out. Out'a doğru gedirmi? Yox, top çevirdi. Topu 8 nömrəli futbolçu əks hücumda yaxalamağa çalışır. Yenidən cinah, sağ cinaha ötürmə. Qapıya doğru zərbə. Oy. Təhlükə vəziyyəti yarana bilərdi. Qapçı Amin üçün rahat toxunuşu idi bu əslində. Amma təhlükəli saymaq olardı bu hücumu. Elmir Xəlilov sağdan irəliləyir. İsmail'a doğru ötürmək. İsmail mərkəzdə. Murad Miftəliyev komandanın yeni transferi. Gol vurmağı da başardı Murad Miftəliyev. Bundan öncəki Ağcabədi maçında bir gol, bir asistinti var. Komandaya yeni qoşulan və aktivdir. Bəli, gördüyünüz kimi mərkəzdə topu idarə edir və dominantlığı qorumağa çalışır. Namik Salayev Tamerlan'ı ötürdü. Tamerlan Gökhan'la oynadı. Gökhan ne edəcək? Boşluğu gördü və Murad Miftəliyev. Murad çevirdi. Meydançanın yaxşı olmamağı topu daha yaxşı ələ keçirib zərbə vurmanın qarşısını alır, amma
ötürmənin də qarşısını müdafiəçilər kəsir. 99 nömrəli futbolçu sona qədər oynayır Namik. Sona qədər və ay. Namik top ələ keçirdi. Namik 2 dəfə top ayağını qoydu. İsmail çevirə biləcəkmi? Çevirə bilsə qapıya doğru zərbəsi alına bilər. Cokan Kartal. İsmail keçdi. Ötürməsi qapıya doğru zərbə və gol. Murad Liftəliyev. Murad golunu vurdu və ikinci oyununda ikinci golunu vurdu. 1-0 hesabı ilə öne keçir Aksu City komandası. Olimpik Sabirabad 0, Aksu City 1. İsmail'in da gözəl reydini və pasını, ötürməsini qeyd etmək mütləq və mütləq vacibdir. Olimpik Sabirabad komandası sərbəst zərbəni yeni yetirməyə çalışır. Hakim işarəsini verdi. Qapıya doğru zərbə. Qapçı Asmod saymaq olardı, amma qapçı yerindeydi, mövqeyindeydi və yerə düşəcək topu ələ keçirdi. Namik Salayev. Sərbəst zərbə. Olimpik Sabirabad komandası sağ cinahdan sərbəst zərbəni yeni yetirir. Asma olacaq o mərkəzə doğru. Müdafiəçilər topu uzaqlaşdırmağa çalışdı. Qapıya doğru yenidən zərbə. Müdafiəçilər ayaq qoydu. Amin topu ələ keçirir. Hakim yine qapıya qarşı sərt oyuna görə oyunu dayandırır. Cokan Kartal ötürməsi. Murad'a doğru. Murad qalxdı, düşdü. Sona qədər mübarizə apardı. Hakimin fitini gözləmədi. Bu dəfə də ona qarşı sərt. Amma bu dəfə Murad'ın sərt oynadığını bildirir hakim. Cokan Kartal ötürməsi sağ cinada. Müdafiəçilər ilkin səhvinə müsadə belədir. 15 nömrəli futbolçu topun alta çıxardır. Elmir Xəlilov altdan topu meydana daxil edəcək. Kim ötürüləcəyini baxır İsmail'a, yoxsa Murada? Murad oynadı yerində. Elmir Xəlilova. Elmir'in asması. Şirin Məmmədli. Sərt oyun. Hakim belə deyir, sərt oyun. Cokan Kartal ötürməsi. Murad. Oyundan kənar vəziyyət. Bəxtiyar sərbəst zərbənin yeni yetirəcək. Olimpik komandasının kapitanı. Və ay. Namik top ələ keçirəmədi, amma yine Aksu komandası Tamerlan'la irəliləyir. Tamerlan mərkəzdə. Cokan Kartal ötürdü. Cokan Kartal çevrildi. Qapıya doğru zərbə. Qapçıdan dönen top. Tamerlan. Əlla oyuna görə hakim Aksu komandasının qapısına sərbəst zərbəni təyin edir. Bəli, hakim işarəsini verdi və qapıya doğru zərbə. Amin top ələ keçirdi. Hiləgərcəsinə qapıya doğru zərbə idi. Amin oxudu. Yarım müdafiəçisi topu yaxşı saxladı və Aksu komandası müdafiəçiləri uzaqlaşdırmağa çalışır. Sağ cinahda Olimpik komandasının mərkəzi açmasını azarkeşlər alqışlarla qarşıladı və qapıya doğru yenidən zərbə ola bilər. Son dəqiqə qapıya doğru zərbə üstdən keçdi. Son dəqiqələrdə Olimpikin ardıcıl hücumları var və təhlükəli vəziyyət yaranıb. Əgər belə davam etsə, yəqin ki qapını düzgün nişan alıb hesabı bərabərləşdirə də bilər. Aksu komandası müdafiəçilər və hücumçuları bunu nəzərə alıb. Yəqin ki onlar da qarşı hücumlarla cavab verəcəklər. Sərbəst zərbəni müdafiəçilər yeni yetirir. Mərkəzə doğru ötürmə. Oy. Bəxtiyar bilmədən oldu, amma yenə sərt oyunuydu. Əlla oyunuydu. Murad, qolun müəllifi Murad zədələndi mərkəzdə. Düz mərkəzi nöqtəsində. Üzrxahlığını edir. Bəxtiyardan centilmencəsinə hərəkət. Təcrübəli futbolçudur. Yetərincə yaşı var. Olimpik komandasının mərkəzinin müdafiəsində dayaqdır. Qapıya doğru zərbə. Qapçı yerindədir. Qaydan topa Murad çatsa bilmədi. Tamerlan sağ cinahda ilerləməyə çalışır. Bir müdafiəçini keçməyə çalışdı. Əlla oyun. Hakim sərbəst zərbəni təyin edir. Cokan Kartal topu ilerlədi. Mərkəzi keçdi. Bir müdafiəçini də keçdi. Yenidən onu artıq topu özündə çox saxladı Cokan. Əlla oyun. Bəli, 77 nömrəli futbolçu Güləş fəndinə keçməyə çalışırdı. Tamerlan.
Mərkəzdə ötürmə bir balaca da Cokan topu ələ keçirməlidir. Elmir Xəlilov üçün saxladı. Cokan qaydanı pozduğunu bildirir hakim. Bəxtiyar standart vəziyyətləri arxada daha çox komandanın kapitanı Bəxtiyar yerinə yetirir. Cokan Kartalın sürətli cinahla hücumu. Müdafiəçi var qarşısında Bəxtiyar imkan vermədi Bəxtiyar. Müdafiə. Aha İsmail gəldi, sığortaladı komanda yoldaşını. İsmail burada nə baş verir? Bəxtiyar out'a çıxartdı topunu. Sərbəst zərbəni Cokan Kartal yerinə yetirir. Mərkəzə doğru Ramal havalanmışdı amma top ələ keçirə bilmədi. Olimpik Sabirabad komandasının əks hücumu Cokan oxudu. Yenidən həmin cinahda. Qapıya doğru zərbə. 2 qapı olsaydı gol olardı. Cokan Kartal ötürməsi müdafiəçilər oxudu amma yenə İsmail Qəmbərov top ələ keçirdi. Arxadan zərbə fikrində idi komanda. İsmail amma yenə hakim davam işarəsi verdi. İsmailin topla rəftarı Elmirə başla doğru ötürmə. Elmir oxuya bilmədi. Yenidən gəlir müdafiəçilər yerində. İsmail top ələ keçirdi. Qapıya doğru zərbə ola biləcəkmi? Kim ötürəcəyinə baxır. İsmail sərbəst zərbə qazandırmaq adına topu özündə saxlamışdı. Cokan Kartalın qapıya doğru zərbəsi bu dəfə yaxınlaşır. İsmailli rayonunda Ağcabədiyyə vurduğu möhtəşəm gol hələ İsmailin da üzr istəyirəm, Cokan Kartalın da yadındadır. Ona görə qapını yoxlamağa çalışır uzaq məsafədən. Şirin Məmmədi top ələ keçirdi. Murad Niftəliyev bir müdafiəsi keçdi, qapıya vurmalıdır artıq. Vurmalıdır artıq. Ay Murad. Messi sayağı. Murad bu gol olsaydı keşfete düşürdü Murad. Cokan Kartal. Murad oxudu. Murad mərkəzdə ötürməsi alamadı. Top yenə özündədir. Şirin Məmmədli top ələ keçirdi. Oyundan kənar vəziyyət yoxdur. Gözəl ötürmə. İsmail az 1 metrdə qabağa gəlsəydi 13 nömrəni qabaqlaya bilərdi. Elmir Xəlilov mərkəzə keçdi. Elmir qapıya doğru zərbə ola bilərdi. Bəxtiyar öz cüzzəsini ortaya qoyub topu alta çıxartdı. Cokanın İsmail'e doğru ötürməsi. İsmail qarşısında 18 nömrəli müdafiəçi var. Ötürməsi alınmadı. Olimpik Sabirabad komandası fiziki cəhətdən üstünlüyü ortaya qoyub başa-baş mübarizə aparmağa çalışır. Sərt oyun. Hakim işarəsini verdi, fitini çaldı. Olimpik komandasının oyuncusu özürxahlığını diləyir. İnanırıq ki, zədəsi ciddi olmaz və oyuna davam edər. Bu çempionatlarda, bu tip çempionatlarda bir futbolçunun zədələnməsi, vərəqə alıb cərmələnməsi komandanın növbəti oyunlarda itkisi deməkdir. Tamerlan mərkəz yarım müdafiəçi kimi yaxşı oyuncudur. İnanırıq ki, zədələnməsi tez bir zamanda sağalar və oyuna davam edər. İndi isə Nurlan sərbəst zərbəni yerinə getirir. Ötürməsi mərkəzə doğru kim? Bəxtiyar. İki olimpikli müdafiəçiləri bir-birini başa düşməsə də Şirin Məmmədi top ələ keçirməyə çalışırdı. Olimpik Sabirabad komandası əks hücumu yaxalamaq istəyir əks hücumda. Elmir Xəlilov İsmail üçün topu saxladı. İsmail da nə edir? Sıfırlandı, 2 dəfə fırlandı. Müdafiəçilər sərbəst oynamağa çalışırlar. Bura onların evidir, bura onların meydanıdır. Olimpik komandası sərbəst zərbəni yerinə yetirir. Qapıya doğru asması müdafiəçilər Nurlan uzaqlaşdırmağa çalışdı. Əllə oyun işarəsi verdi. Hakim Olimpik komandasının futbolçusunun əlinə dəydiyini bildirir. Hakim birinci hissənin sona çatdığını bildirir. İlk hissə Olimpik Sabirabad 0, Aksu City 1. Yeganə qolun müəllifi isə Murad Niftəliyevdir. İkinci hissədə görüşənədək. Hakim ikinci hissənin başlamasının işarəsini verir. Aksu komandası topu Olimpik komandasına hədiyyə etdi. İkinci hissədə sol cinahdan Olimpik komandası hücumlarını qurmağa çalışır. Solda irəliləməyə çalışan Namik Salayev
Sövdəsilə qarşısını kəsdi. İsmail'a doğru ötürmək, amma sürətli idi İsmail üçün bu top. Topu yenə ələ keçirməyə çalışdı. Bəli, ələ keçirdi. İsmail Cokan'la oynadı. Cokan nə edəcəyinə baxır. Cokan mərkəzdə bir müdafiəsini keçdi. Mərkəzdə ikincisini də keçdi. Heç kim yoxdur ki, onu ötürsün. Tamerlan özünü göstərdi. Tamerlan yenidən qaytarır. Oy 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 Murada. Murada hakim avantaja saxladı topu. Aksu komandası İsmail Olimpik Sabirabadın iki müdafiəçi bir-birinin başa düşməməsindən istifadə elədi. Out. İsmail top ələ keçirdi. Qapıya doğru zərbə. Gol, 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 gol. İsmail. İsmail Qəmbərov 0-2. Gözlənilməz bir zərbə. İsmail top ələ keçirdi. Qapıya doğru zərbə. Gol, 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 gol. İsmail. İndi isə Səfər meydana daxil olur. Səfər əslən elə Ağsuludur, 44 nömrə ilə. Yerdə qalan vaxtı Ağsulun şərəfini qoruyacaq. Uzaqdan zərbə, qapıya doğru zərbə planlaşdırır. 9 nömrəli hücumçu. Qapıya doğru zərbə. Amin. Xəlilov. Elmir ötürməsi biraz çox sərt alındı, amma Şirin Məmmədli mövqeyindədir. Şirin Məmmədli top ələ keçirdi. Qarşısında iki müdafiəçisi var. Ötürməsi Bəxtiyar. Bəxtiyar bu dəfə də çöldəki qapıdan gol oldu. Müdafiədən çıxmağa çalışır mərkəzdə Aksu komandası. Tamerlan onlara qarşı oynamağa çalışır. Qısa paslarla Aksu komandasının müdafiəsini yarmağa çalışırlar. Oy 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 oy. Mərkəzdə boşluq var. İstifadə edə biləcək kimi Elnur ayağını qoydu. Yenə qapıya doğru zərbə. Yəqin ki yan xəttdən çıxacaq. Bəli, yan xəttdən top çıxdı. Out. İsmail'dir bu, bəli İsmail. İsmail'a qarşı sərt oyun. Hakim vərəqə verəcək. Hakim vərəqə verəcək. Arxadan ayağa doğru zərbə idi bu. Gökhan Kartal'a doğru ötürməsi Murad'ın. Gökhan cinahı oxudu və boşda olan Elmir ötürdü. Elmir niyə edəcək? Elmir mərkəzə doğru ötürməz. Bəxtiyardan keçmədi. Keçsəydi Səfər qapısı ilə tək qala bilərdi. Bu dəfə Bəxtiyar daha inamlı oynadı. Ramal topu mərkəzdə. Cokan ötürdü. Cokan nələr edir? Yenidən Elmir'i gördü. Elmir yenə mərkəzdə. Mərkəzə biraz meyillənir. Ötürməsi bu dəfə digər 18 nömrəli müdafiəçi. Tamerlan topu ələ keçirdi. Tamerlan. Murad yenidən həminki birinci hissədəki edəcəkmi? Yox. Ramal ötürdü. Ramal. Daha etibarlı oynamağa çalışırlar. Ay 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 ötürmə yerində deyir. Ay 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 ay. Əks hücumda yaxalayıb Olimpik Sabirabad komandası. Qapıya doğru zərbə. Az fərqlə çölə çıxdı. Cokan baxır. Cokan özü keçə bilər. Özü keçdi bəli. Bir hücum bir. Ay 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 ay. Artıq vərəqə. Bəli 17 nömrəli futbolçu vərəqə qazandı. Gökhan Kartal topu özündə saxlamağıyla komandasına sərbəst zərbə, rəqib komandasının isə pasivinə sarı vərəqə yazdırdı. Nurlan sərbəst zərbəni yerinə yetirir. Kimə ötürmə? Bəxtiyar başla müdafiəçilər geri qaytarmağa çalışırdı. Ramal hücumçunun qarşısını kəsməyə çalışdı. Bunu başarmadı. Boşluğu görürlər sol cinahda. 7 nömrəli futbolçu topu əlində keçirir. Və onun ötürməsi. Qapıya doğru zərbənin qarşısını alır Aksu'nun müdafiəçiləri. Topu İsmail ələ keçirdi. Gökhan Kartal ötürmə. İsmail'a doğru yenidən qaytarma. Ay 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 top yerə dəyib istiqamətini dəyişməsəydi İsmail mərkəzdə irəliləyə bilərdi. Elmir özünü göstərir Elmir. İsmail onu ötürmədi. Səfər topu saxlaya bilmədi amma yenə Murad özünü göstərir. Şirin Məmmədli nə edəcək? Qapıya doğru zərbə. Az fərqlə top çölə çıxdı. Gökhan Kartal irəlilədi. Gökhan Kartal kim ötürəcək? 4 müdafiəçinin mərkəzində idi Gökhan. 4 müdafiəçinin özünə çəkdi. Ötürməsini etirdi. Amma komanda yoldaşı onu başa düşmədi. Təkbətək çıxmaq olardı. Oy. Bu dəfə də sərt. Mərkəzdə arda bir neçə dəfə sərt oyun var. Elmir Xəlilov cinahda Murad özünü göstərir. Elmir irəliləyir.
Mərkəzdə doğru ötürmə. Səfər topu saxlaya bilmədi. Tamerlan nə edəcək? Tamerlan da ala bilmədi. Olimpik komandası müdafiədən çıxmağa çalışır. Mərkəzə doğru irəlilədi. Mərkəzdə müdafiəçilər oxudu topun istiqamətini. Tamerlan top yerə dəyəndə istiqamətini dəyişdiyi üçün futbolçular əksərən əziyyət çəkirlər topun istiqamətini oxumağa. Olimpik komandası sol cinahdan hücumunu davam etdirir. Əksərən hücumlarını bu cinahda qurur. Azərbaycan sayağı küncdən zərbə kimi yerinə yetirməyə çalışır. Sərt oyun. Hakim sərbəst zərbə Olimpik komandasının çobudluq etdiyini bildirir. Etirazlara baxmayaraq hakim qərarını dəyişmir. Olimpik Sabirabad komandasının heyətində dəyişiklik var. 21 nömrəli oyuncusu meydana daxil olur. 77 nömrəli futbolçunu əvəzləyir. Küncdən zərbəni sağ cinahdan mərkəzə doğru Asma. Gökhan qarşıladı və Murada ötürdü. Murad Niftəliyev həm əl, həm alt. Şirin Məmmədi topu irəliləməyə çalışdı. Müdafiəçi topu ələ keçirdi. 17 nömrəli futbolçu sürəti hesabla keçmək istəyir. Şirin Məmmədini qarşıladı. Yenə amma Olimpik Sabirabad komandasındadır top. İstiqamətini dəyişirlər. Hücumun sağ cinaha bu dəfə boşluq axtarmağa çalışır. Elnur topu atıb özü qaçdı. Alta çıxacaqmı? Yox, topu meydanda saxlamağı başardı. Alt, bəli. Bu dəfə Ağsunun xeyrinə. Mərkəzdə irəli qapıya doğru ötürməsi İsmail. Ələ keçirdi İsmail. Qapçı vur artıq. Qapıda, qapçı yerində. Oyundan kənar vəziyyət yoxdur. Onu vurmalıydı İsmail. Gözəl bir vəziyyət yaranmışdı. İsmail o qolu vurmalıydı. Belə fürsət bir də ələ düşə biləcəkmi görəsən? Olimpik Sabirabad komandası top itirdi. Gökhan Kartal ötürdü Murad. Gökhan özü irəliləyir. Nə edəcək Gökhan? Qapıya doğru zərbə. Gökhan. Topa zərbə. Mərkəzə doğru top yerə dəydi. Amin götürdü. Amin çıxdı götürdü. Və Elmir Xəlilova ötürmək. Elmir. Üçüncü golun arayışındadır Ağsu komandası. İsmail'e doğru. Yine İsmail'e karşı sert. Bu dəfə 15 nömrəli futbolçusu. İsmail topu ələ keçirdi. İsmail ötürməsi Murad. Murad Niftəliyev keçə bildi bir futbolçunu. Davam eləyir oyuna yenidən. İsmail qəşə saxladı özündə. Gökhan'a doğru ötürmə. Gökhan. Bu dəfə cinahını dəyişib Gökhan. Gözəl fintlər. Gökhan 3-cü futbolçudan da keçdi. Elmir Xəlilova qapıya vurmalıdır artıq Elmir. Baxır. Gökhan'a ötürdü. Out. Olimpik Sabirabad komandası küncdən zərbəni yerinə yetirəcək. Sağdan künc zərbəni yerinə yetirən komanda Olimpik Sabirabaddır. Akrobatik zərbə. Hər iki gözəl zərbə idi və qapçının da sevi gözəldir. Künc zərbəni yerinə yetirən komanda Olimpik Sabirabaddır. Akrobatik zərbə. Hər iki gözəl zərbə idi və Amin qapıya doğru real gol vəziyyətini topu geri qaytarır. Olimpik Sabirabad komandası küncdən zərbəni təkrarlayır. Bu dəfə müdafiəçilər yerlə müdafiəçilər komandasının qapçısının köməyinə çatır. Amin çıxışda səhv elədi. Müdafiəçilər kim idi başla onun geri qaytaran? İkinci zərbə isə oy. Son saniyələr daha kritik keçir. Küncdən zərbə. Bu dəfə sol cinahdan. Murad topu ələ keçirdi. Ötürməsini etdi. Cinahda Şirin Məmmədli. Mərkəzə doğru. Ay. Səfər mərkəzdə topu ələ keçirə bilmədi. Amma yenə ayağını qoydu. Hücumun qarşısını qismən də olsa almağa çalışdı. Bir hərəkətdə iki futbolçunu geridə qoydu. Üçüncüsünü də artıq dördüncüsündən sıyrıla bilmədi. Gökhan topu özündə çox saxlasa da bəli, sərbəst zərbə. Elmir Xəlilovun Olimpik komandasının futbolçusuna qarşı kobudluğu hakim sərbəst zərbə ilə qeyd alır. Qapıya doğru ötürmə. Qapçı Amin çıxsa da başla zərbə. Hakim əllə oyun yox, bədənə dəydiyini bildirir. Olimpik Sabirabad futbolçuları əllə oyunu etiraz edir.
Komandanın kapitanı Bəxtiyar da sərt şəkildə etiraz edirdi və sarı kartla cəzalandırıldı. Hakim bütün futbolçuları kənara çəkilməyini tələb edir. Murad top ələ keçirdi. Sürətli idi Murad. Qapçı çıxdı. Yenə də Muraddadır top. Muraddadır top. Murad nə edəcək? Gökhan Kartal boş bir ərazidə irəliləməyə çalışır. Əks düzümdə artıq yaxalayacaqlar. Gökhan Kartal bir müdafiəsini keçdi. Sürəti və texnikası hesabı ilə bir ikincisini də keçdi. Ötürməsi. Şirin Məmmədli topu saxladı. Nə edəcək? Ay 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 arxadan gəldilər və topu ələ keçirdilər. Səfər top ondadır Səfər. Səfər. Oyun davam edir. Elmir Xəlilov. Gözəl ötürmə idi amma burada müdafiəçi yox idi. Burada mən və qapçı var idi. Qapçı top ələ keçirir. Sol cinahdan hücumu qurmağa çalışır amma əvvəlcə müdafiədən çıxmalıdırlar. Mərkəzdə Bəxtiyar. Elmir Xəlilov cinahını dəyişir. Elmir sola qədər gəlir. Mərkəzə qayıdacaq. Bəli, ötürməsi. Qapıya doğru zərbə. Qapçı yerində. Bu dəfə asan qurtarış idi qapçı üçün. Qapçının ötürməsi çox zəif almışdı. Mərkəzdə top ələ keçirir Aksu komandası. Tamerlan. Onun da ötürməsi. Şirin Məmmədli. Şirin ona qarşı sərt oyun. Gökhan qapıya doğru zərbə. Ay. Bu məni nəysə xatırladır Gökhan. Alınmadı. Artıq axsıyır Gökhan da. Hakim final fitini verdi. Bu dəfə də gol oldu. Final fitini verdi. 0-3 hesabı ilə Aksu komandası Olimpik Sabirabad səfərindən 3 xalı 3 topla qazanır. Aktivinə artıq növbəti xallarını yazdıran komanda Olimpik Sabirabad komandasının üzərində 3-0 hesabı ilə qələbə qazanan Aksu City komandasıdır. Sonuncu oyunu Aksu şəhəri 5 saylı orta məktəbin meydançasında Sabirabad komandasını qəbul edəcək Aksu komandası. Həmən oyunu da qalib gələrsə Region Liqasının mərkəzi zonanın B qrupunun lideri kimi növbəti mərhələyə adını yazdıracaq. Artıq növbəti mərhələyə adını yazdırıb Amin qurtarışı ilə komandasına 3 xal qazandırmağında pay sahibi olan 12 nömrəli qapıcısı qələbə sevincini mənlə belə bölüşdü. Hər iki komandaya uğurlar, gözəl oyun, anlaşıqlı oyun və səhifəmi izləməyə, like etməyə, yorum yazmağa davam edin. Sevimlərə də əlavə edin. Region Liqası haqqında hər şey, Liqa 1, Liqa 2 oyunları haqqında hər şey, gözəl qollar, turnir cədvəli, növbəti turun oyunları məhz bizim səhifədə. Təşəkkür edirəm izləmək üçün.